Salam. Bugün keçənin qəbul suallarından, blok suallarından 5 dənəsini izah eləmək istəyirəm. Keçən imtahana düşmüş, 2024-cü il qəbul imtahanına düşmüş 5 dənə blok sualını izah eləmək istəyirəm. Bilirik ki, hər il əvvəlki illərin sualına mütləq yəni qəbula düşür. Tam düşən də olur, yəni o tipli düşən də olur. Ona görə bu suallara diqqətlə öyrənmək lazımdır. Keçək sualımıza. Birinci sualda deməli, birinci sualımızda modul tənlikdir. Burada diqqətli olsaq, deməli, x kvadrat plus 2x var. X kvadrat plus 2x. Burada da x plus 1 var. X kvadrat plus 2x'in düstur olması üçün bilirik ki, burada 2 vur 1 vur x-dır. Nəyi çatmır? 1'i çatmır. Üstünə 1 əlavə elədim. Çıxılsın 3 modulda x plus 1. 3'ün birini götürdüm, əlavə elədim bura, düzdürmü? Burada nə qaldı? 2 bərabər 0-a. Baxın, buradan bura qədər olur bizdə x plus 1'in kvadratı çıx, 3 vurulsun, modulda x plus 1, üstə gəlinsin 2 bərabər 0. Biz bilirik ki, elə a-nın kvadratı modul a-nın kvadratı deməkdir. Bu yaddan çıxmasın. Deməli, x plus 1'in kvadratı da modulda x plus 1'in kvadratı. Burada da modul x plus 1 var. Burada da modul x plus 1 var. Modulda x plus 1'ə 1 t desək, olacaq t'nin kvadratı çıx 3t üstə gəl 2 bərabər 0. Baxırıq ki, bu kvadrat tənlikdir. Köklərinin cəmi t'nin qarşısındakının əksi, yəni 3, hasili isə sərbəst həddi verməlidir, yəni 2. Buradan alırıq ki, köklərimizin biri 1, biri də 2 olur. T1 ilə T2'ni tapdıq. İndi bu bizim əvəzləməmiz idi. Əvəzləmədə gətirib T'nin yerinə qiymətlərini yazsaq, modulda x plus 1 bərabərdir 1 və modulda x plus 1 bərabərdir 2 alarıq. Modul tənliyi həll edən zaman bilirik ki, modul x bərabərdir a tənliyinin həlli, x1 bərabərdir a, x2 bərabərdir mənfi a şəklindədir. Onda bunu nəzərə alsaq, deməli, modulda x plus 1 bərabərdir 1 tənliyinin həlli, bir dəfə x plus 1 bərabərdir 1, bir dəfə də x plus 1 bərabərdir mənfi 1 olar. 1 çıx 1, x bərabərdir 0, mənfi 1 çıx 1, x bərabər mənfi 2 alarıq. Eyni qayda ilə x plus 1 bərabər 2 və x plus 1 bərabərdir mənfi 2, x bərabərdir 2 çıx 1, 1, x bərabərdir mənfi 2 çıx 1, mənfi 3. Buradan da bu iki kökü aldıq. Ümumilikdə bizim 4 dənə kökümüz oldu. 4 müxtəlif kök oldu. Tənliyin onda köklərinin cəmini tapsaq, bunları cəmləyərik. Mənfi 2'nin üstünə 1 gələndə mənfi 1, üstünə də mənfi 3 gələndə mənfi 4 alınır. Cavabımız oldu mənfi 4. İkinci sualımıza baxaq. Blok tipli yəni bu qəbulun ikinci sualına baxaq. Deməli, sinus 2 alfanı 5'də 1 verib və kotangens kvadratı 3 pi bölü 4 üstə cavab istəyir. Yəni, yadda saxlayaq ki, yəni kotangens kvadratı, sinus kvadratı, kosinus kvadratı sadə, yəni belə bir qısa konkret bir şey istəyirsə, o zaman dərəcə azaltmaya gedəcək. Dərəcə azaltma düsturuna görə kotangens kvadratı alfa bərabərdir. Sinus kvadratı alfa kosinus kvadratı alfa böl sinus kvadratı alfadır. Kosinus kvadratı alfada 1 plus kosinus 2 alfadır. Sinus kvadratı alfada 1 çıx kosinus 2 alfadır. Yəni bu kotangens kvadratı alfanın dərəcə azaltma düsturudur. Və yəni gətirib biz bu düsturda, baxın, burada alfanın yerində 3 pi böl 4 üstəgəl alfadır. 3 pi böl 4 üstəgəl alfa, bu alfanın yerinə yazacağıq. 3 pi böl 4 üstəgəl alfada bu alfanın yerinə nə alınacaq yəni? 1 üstə gəlinsin, 2'ni 3 pi böl 4'ə vuranda 2 ilə 4 burada ixtisar gedəcək, olacaq 3 pi böl 2 kosinus 3 pi böl 2 üstə gəl. 2'ni alfaya vuranda 2 alfa bölünsün. Eyni qayda ilə 2'ni bu mötərizənin içərisinə vursaq, 1 çıxılsın kosinus, yeni eyni 3 pi böl 2 üstə gəl 2 alfa alınır. Bərabərdir. İndi bilirik ki, pi böl 2, 3 pi böl 2 bunlar çevirmə düsturlarıdır. Çevirmə düsturlarında bunlar olduqda mütləq trigonometrik ifadənin adı, yəni trigonometrik funksiyanın adı öz
yaxını ilə əvəzlənirdi. Bizdə də kosinusdur. Kosinus əvəzlənəcək sinusla və bu 4-cü rübə düşür. 3pi/2 buradadır. Üstünə 2 alfa gələndə gəlir düşür 4-cü rübə. 4-cü rübdə də bilirik ki, kosinus müsbətdir. Yəni işarə dəyişikliyi olmayacaq. 1+, amma ad dəyişir. Sinus ad dəyişdi. Bunu getdi, qaldı sinus 2 alfa. 1 çıxılsın. Burada da deməli ad dəyişdi. Çıx sinus 2 alfa. Yenə 4-cü rübdür. Kosinus 4-də müsbətdir. Ona görə işarəni dəyişmədik. Olduğu kimi qaldı. Davam edək. İndi bizə sinus 2 alfanı nə vermişdi? 5də 1. 1 üstəgəl 5də 1. 1 çıx 5də 1. 1 üstəgəl 5də 1 bizə verəcək. 5də 5 üstəgəl 5də 1. 5də 6. 1 çıx 5də 1 də 5də 5 çıx 5də 1. 5də 4-dür. 5də 6-nı 5də 4-ə bölürük. Bölmək tərsinə vurmaqdır. O da eləyir 4də 6. Yəni 2 ixtisar getsə 2də 3. 1,5 D variantı. Davam edək. Belə bir integral sualı var. Qəbul sualına düşən 2024-cü ildə. İntegral sualına baxaq. Deməli, burada biz bunun integralı keçirsək, olacaq B-dən 6-ya sinus kvadratı x dx bərabərdir 2,6. Baxın, burada mənfi var. Sərhədlər də elə bir B-dən 6-yadır. Bəs burada nədir? 6-dan B-yə. Əgər mən buradan sərhədlərin yerini dəyişsəm, baxın, integralda sərhədlərin yerini dəyişəndə qarşıya mənfi vermək lazımdır. Yəni, mən bu B-dən A-ya fx dx yaza bilərəm. Sərhədlərin yerini dəyişirəm, qarşıya da birinə verirəm mənfi. İndi bizdə bu sərhəd 6-dan B-yədir. Kəşki bu da 6-dan B-yə olardı. Bir integralın altında hesablaya bilərdim. Onda mən bunların yerini dəyişsəm, olacaqmı 6-dan B-yə sinus kvadratı x dx, amma qarşıya da mənfi verəcəm. Qarşıda da bir mənfi var. Bu mənfilər birləşir. Nə olur? Plus olur. 6-dan B-yə kosinus kvadratı x dx, üstəcə 6-dan B-yə sinus kvadratı x dx bərabərdir 2,6-ya. İntegral 6-dan B-yə artıq sərhədlər eynidir deyə bir integralın altında yaza bilərəm mən bunu. Kosinus kvadratı x dx üstə gəlinsin sinus kvadratı x bir integralın altında yazırıqsa artıq bir integralın altında yazanda bir dənə diferensiyallama dəyişən olmalıdır. Yəni dx bir yerdə yazdım, dx-lar da kənarda bərabərdir 2,6-ya. Bu mənə nəyi verir? Trigonometriyanın əsas eyniyi 1-i. İntegral 6-dan B-yə 1 dx bərabərdir 2,6-ya. Nəyin törəməsi 1-dir? X-in. X 6-dan B-yə bərabərdir 2,6-ya. Birinci yuxarı sərhəddi qoyuruq B, sonra aşağı sərhəddi qoyuruq və çıxılır. Çıx 6 bərabər 2,6-ya. B də bərabərdir 2,6 üstə 6 gələndə 8,6. 8,6 B variantı. Növbəti qəbul sualımız 4-cü sual. AB, AC və AD parçaları cüt-cüt perpendikulyardır. A-dan, deməli AB, AC və AD parçaları A nöqtəsi olsun bu. Bir dəqiqə. Deməli AB, AC və AD parçaları cüt-cüt perpendikulyardır. Yəni belə. Deyir ki, BD 10'dur. BD 10'dur. AB 6'dır. CD 17'dir. Bəs AC neçə olar? Deməli, bizdən buranı istəyir. X buraya yazaq. Oldu. İndi burada Pifagor teoremindən görə bura 10, bura 6, AD'nin kvadratı bərabərdir 10'un kvadratı çıx 6'nın kvadratı 64, AD olacaq nə qədər? 8. Bu belə. AD'miz 8. İndi buradakı düzbucaqlı üçbucağa baxsaq. Bura 17, bura 8. 8'in kvadratı üstə gəlinsin. X'in kvadratı bərabərdir 17'nin kvadratına. 289, 64, 225. X də olacaq nə qədər? 15. Bizdən də buranı istəyirdi. Cavabımız oldu 15 D variantı.
Qəbulun 5-ci sualı n parametrinin hansı qiymətində x bərabər -1 ədədi bu funksiyanın ekstremum nöqtəsi olar. Bilirik ki, funksiyanın ekstremum nöqtəsini tapanda teoreməsini tapıb sıfıra bərabər eləyirdik. Ekstremum nöqtəsini tapanda. Bizim funksiyamız budur. Teoreməsini tapaq əvvəlcə. M parametrdə qalır. X kubunun teoreməsi 3x kvadrat üst qarşıya keçdi və 1 vahiddə azaldı qüvvət. Yəni 3x kvadratın teoreməsini tapanda 3-ə dəymirəm. 2 qarşıya keçir. Üst 1 vahid azalır. 12x-in teoreməsi də 12. Teoreməni tapdıq. İndi biz bu teoreməni tapıb sıfıra bərabər elədik ya. Onda buradan alınan x olacaq da, yəni bu tənliyin kökü. Həmin o kök böhran nöqtəsidir, ekstremum nöqtəsidir. İndi bizdə də deyir ki, buradan həll eləmişəm, x-i -1 tapmışam. Deyir ki, indi o m-in hansı qiymətində olar? Onda aparıb mən x-ların yerinə nə qoyacam? -1. 3m vurulsun, -1-in kvadratı çıx, 6 vur -1, çıx 12 bərabər 0. 3m -1-in kvadratı 1 eləyir. 3m üstəgəl 6 çıx 12 bərabər 0-a. 3m bərabərdir 6-ya, m də bərabərdir 2. M bərabərdir 2 qiyməti. Həqiqətən də m-i yerinə 2 qoysaq, teoreməsini tapıb qrafikini çəkəndə orada görərik ki, yəni bilirik də ekstrem nöqtəsi olması üçün mütləq işarə dəyişməlidir. O həqiqətən də ödəyir. Yəni uzatmadan qısaca m-in 2 qiymətində, yəni x bərabər -1 ədədi bunun ekstrem nöqtəsidir və ekstrem nöqtəsini tapanda da yadda saxlayırıq ki, teoreməni tapıb sıfıra bərabər etmək lazımdır.